Biraz da bizim ölkədə elə o vaxt vəbşi şey idi ki, oğlan uşağı nədir, makiyaj nədir, ailəm qarşı çıxdı. İlk toxunuş, ilk etdiyiniz makiyaj kim olub? Amma həqiqətən də səliqəli almışdı, özü də bəyənmişdi. Amma ilk həyəcanım elə o ilə olub. İnsanlarla işləməkdə ən çox nəyi kəşf edirsiniz? İnsanlarla işlədikcə bürcləri öyrənirəm. Bilirsiniz, çox maraqlıdır ki, mən müğənnilərlə işləyirəm. Gün ərzində neçə gəlin bəzəyə bilərsiniz? Xoş gördük əziz izləyicilər və dinləyicilər. Mən hazıram layihəmin növbəti buraxılışı efirdədir. Qonağım isə peşəkar, istedadlı, əlləri qızıl olan vizajist Murad Sultandır. Murad bəy, xoş gəlmisiniz. Çox sağ olun, xoş gördük. Mən hazıram sualları verməyə, siz cavab verməyə hazırsınız. Bəli, hazıram. O zaman başlayaq. Başlayaq. Bu sənətə sizi gətirən əsas səbəb nə oldu? Bu sənəti mənə gətirən əsas səbəb bu işə olan sevgim. Özümü anlamağım ki, həqiqətən də mən bu işi sevirəm. İncəsənət sahəsini sevirəm. Elə ürəyimin səsinə qulaq asaraq bu sənətə gəldim. Bu sahəni seçmək üçün sizin üçün qərar idi, yoxsa bir hiss idi? Bu sahəni seçmək mənim üçün əvvəlcə bir hiss idi. Hissimdən əmin olduqdan sonra artıq bir qərar oldu. Çünki məktəbi çox yaxşı nəticələrlə oxumuşdum. Mənim universitet oxumaq xəyallarım var idi. Yüksək balla tamamilə fərqli bir ixtisasa qəbul olmuşdum. Amma həmişə bu içimdə bir hiss var idi ki, incəsənət sahəsində məndə nələrsə var. Və universitetə də qəbul olandan sonra təbii ki, gördüm ki, yox, mən heç texniki sahənin insanı deyiləm. Yəni kompüter mühəndisliyi oxuyurdum, amma heç mənlik deyil. Heç ora marağınız yoxdur. Yoxdur. Riyaziyyatı, məntiqi sevirəm, amma bütün işimin bilirsiniz ki, gündəlik neçə saatımız işdə keçir. Yəni Doğru. bütün günü mən həftənin neçə gününü sırf bu ilə məşğulum. Gördüm ki, mənim sahəm deyil. Və özümü araşdıra-araşdıra əmin oldum ki, bəli, incəsənət sahəsi mənim sahəmdir, rənglərlə işləmək, nələrsə yaratmaq və bundan sonra artıq bu hissdə, ürəyimdən gələn bu hissə əmin olduqdan sonra təbii ki, qərar verdim və bu sahəyə başladım. Biraz da rəssamlıq qabiliyyətiniz olmalıdır və sizdə var o, mən bildiyim qədər. Yəni o vaxtdan elə rəsm, özüm üçün rəsm çəkirdim, nələrsə və yaxud da Ebru kurslarına getmişəm. Daha sonra əl işlərlə məşğul olmuşam. Yəni artıq o məni aydınladırdı ki, bəli, bu sahə məni rahatladır, bu sahə məni xoşbəxt edir. Təbii ki, insan da elə bir sahədə işləməlidir ki, orada özünü xoşbəxt hiss edə bilsin. Çünki o zaman uğurlu ola bilir. Bəs özünüzü bu işdə nə zaman tapdığınızı hiss etdiniz? Elə tam əmin oldum ki, əslində biz universitetə girəndə biraz cəmiyyətimiz elədir ki, yəni bal yığmısan, universitetə qəbul olmusan, oxumalısan, hər kəs sənə əks olur, sən özünü tək hiss eləyirsən, amma yenə də özünü yoxlayırsan ki, bəlkə bu qədər əziyyət çəkmişəm, mən səhv qərar verirəm. Mən demək olar ki, 2 kursu ancaq özümü axtarmaqla belə deyimlə məşğul oldum ki, mən nəyəm, mən nə istəyirəm, yəni mənim həyatda missiyam nə ola bilər. Təbii ki, bu biraz mənim zamanımı aldı. Əslində bu uşaqlıqdan məndə belə özümü tapmaq istəyi olub. Amma yaşartdıqca daha da əmin olursan. Və hansı anda siz başa düşdünüz ki, bu artıq sizin peşənizdir? Çox yaxşı sualdır. Əslində mən bura birdən-birə keçmədim. Çünki mən vizaj sahəsini çox istəyirdim, makiyaj sahəsini, amma qarşımda olan o maneələri gördüyüm üçün mən düşündüm ki, o maneələri tramplin vasitəsilə, yəni onları bir tramplin görməliyəm, maneə yox. Ona görə də mən elə əl işi ilə başladım o vaxt. O da təsadüfən Ebru kursuna gedirdim. Elə orada gördüm uşaqlar nələrsə hazırlayırlar. Əl işi nəyi nəzərdə tutursunuz? Məsələn, xonçalıq yoxsa? Yox, hələ onda xonçaya keçməmişdim. Məsələn, orada marajno çubuqlarından aksesuar qabları, möcələr düzəldirdim. Çox gözəl. Sonra şüşələrdən nələrsə maraqlı aksesuarlar, ev aksesuarları düzəldirdim. Pərdələr üçün asılqanlar düzəldirdim. Sonra keçdim, nə bilim, abadoklar düzəltməyə. Sonra yavaş-yavaş şokolad xonçalarına keçdim. Belə-belə gördüm yaxşı alınır və özümə o vaxt Instagram səhifəsi açmışdım. Paylaşırdım. O vaxt da yəni Instagramda belə deyim, reklam falan yox idi. Satış indiki nisbətən daha rahat idi. Yəni səhifələr az idi, bu işi görənlər az idi. Elə başlayırdım yavaş-yavaş satmağa. Sonra gördüm ki, yox, xonça işi o zamanlar elə bu qədər yayılmamışdı. Yeni xonçalar belə deyim. Başladım xonça işinə və dekor işinə, amma paralel olaraq da mən əslində dərziliklə də məşğul olurdum. Nə gözəl. Öyrənirdim daha doğrusu. Çünki mən bilirdim ki, yəni nəsə burada başqa bir şey var. Ya mən
modelyer olmalıyam ya da ki vizajist olmalıyam. Hansı da siz dediyiniz kimi rənglərə bağlıdır. Bəli, rənglər, nəsə düzüb qoşmaq, əldə yaratmaq. Vizajist biraz çox maneə olduğu üçün mən yenə də deyirdim ki, ona gedənə qədər fərqli sahələri yoxlayım. Bildiniz? Amma heç də çox da pis alınmayıb, mən sizə bir söz deyim və onu da qeyd edim ki, hər bu sadaladığınız peşələr çox böyük bir səbir tələb edir. Bəli. Və bu anda elə başa düşülür ki, siz səbirli bir insansınız. Əslində, hə. Yəni çünki sevdiyim işi axtarmaq istiqamətinə getdiyim üçün səbirli idim. Amma oxuduğum istiqamətdə isə ən səbirsiz insan idim. Çünki sevmədiyiniz işlə məşğul kompüterin idiniz. qabağında oturum. O mənim üçün o qədər maraqsız idi. Ancaq rəqəmlər, kodlar, yəni mənim üçün çəkilməz bir şeydi. Yəni qrup yoldaşlarım çox sevir eləyirdilər. Sadəcə olaraq ən sevdiyim şey oldu ki, hamı bu işi edirsə, qrupda 40 nəfər uşaq məsəl üçün 35-inin bura həvəsi varsa və ya 39-unun həvəsi varsa, çünki bir-iki uşaq var idi mənim kimi qərarsız idilər. İmənli mən də bu sahəyə getməliyəm. Məndə o şey olmadı. Mən anladım ki, hər kəs eyni deyil. Yəni mən özümü tapmalıyam, özümü məcbur eləmək istəmədim. Düzdür, yenə yoxladım sahələri. Kompüter mühəndisliyində 5-6 qolu var. Hər birinə kursaya getdim, amma siz söylədiniz ki, tramplinlər oldu da. Sizi birbaşa bu peşəyə getmək üçün nə dayandırdı? Nəyə görə siz birbaşa? Çox qəşəng sualdır. O dayandırdı ki, mən düzü birinci kursda oxuyanda, daha doğrusu ikinci kursda olanda əmin oldum ki, mən bu ixtisasın adamı deyiləm. Ailəmə bildirdim. Dedim ki, mən vizajist olmaq istəyirəm. Təbii ki, o qədər bal yığan. Biraz da bizim ölkədə elə o vaxt vəbşi şey idi ki, oğlan uşağı nədir, makyaj nədir? Ailəm qarşı çıxdı ki, olmaz. 627 baxımdan ingilis sektoru, kompüter mühəndisliyi ən perspektivli universitetlərdən birində oxuyursan, cəmaətin xəyalıdır, özünün xəyalı idi orada oxumaq. Nə oldu yəni birdən-birə gəlmisən? Sırf yəni o əziyyətlə oxuduğum üçün o yolları keçdim, nə yollardan keçmişəm ki, onları görüblər. Ona görə istəmirdilər. Həm də biraz o şey var idi ki, oğlan uşağı nədir, makyaj nədir? Əslində hələm oğlan uşaqlarda çox gözəl alınır o makyaj. O yüzdən mən bilirdim ki, birdən-birə başlaya bilmərəm. Həm də bir içimdə qorxu var idi. Çünki 19 yaşında mənlə 23 yaşındakı mən arasında fərqlidir. Mən o zamanlar Bakıya oxumağa gəldiyim üçün tək yaşayırdım. Özümü yeni kəşf eləyirdim. Yəni mən əmin olmaq istəyirdim ki, mən həqiqətən də bunu istəyirəm ki, çünki insan bir şeydən əmin olanda, el də ona qarşı olsa, o yenə də öz fikrini ardıcı gedir. Baxın, bu institut dövründə oxuduğunuz zaman nə vaxt əmin oldunuz ki, bu sizindir? Yəni siz bundan öncə hardasa bir yoxlanış eləmisiniz ki? Yox, sırf bu sahə üzrə yoxlanış eləməmişəm. Amma çünki elə bir şansım da olmuyor. Dediyim kimi şansım olub Xonça Dekorjizə getmək, şansım olub dərsə dostum var idi, onun yanında işləmək. Bu tələbəlik illərdə siz Bakıda tək yaşadığınız anda nə vaxt bu başladı ki, siz artıq vizajistə hə dediniz ki, mənim yolumdur, mən seçdiyim düzgündür? Mən artıq o qərar verəndə universiteti bitirmişdim. Hətta bitirmişdim, bəli. Hətta mən Xonça iş üzrə bayağı bir irəliləmişdim. Hətta biz dostlarımızla bir xırda bir məkan açmışdıq. Eyni paralel olaraq hətta mən modelyerlik kursu üzrə bir təcrübə proqramı var idi. Demək 50 nəfər ora təcrübəçi müraciət eləyirdi. Onlardan yalnız birini yetişdirirdilər və hətta İtaliyaya göndərirdilər və təkmilləşdirib ona çox yaxşı bir iş imkanları təklif edirdilər. Dedim ki, onsuz da burdan da nəsə bacarıram. Bəlkə bir müraciət eləyim, alınır o məndə. Hətta mən orada müraciət eləmişdim. Gəldi pandemiya düşdü və mən rayondaydım. Sonra yollar bağlandı, toylar dayandı. Artıq biz Xonça işini bir neçə ay sonra bağlamağa qərarı gəldi. O müddət ərzində mən çoxlu meditasiya və yoqalarla məşğul olmağa başladım. Bilmirəm, o nə idisə təsadüfən qarşıma çıxırdı. Mən də boş zamanımı belə dəyərləndirmək istəyirdim. İnanırsınız mənə ki, yəni o meditasiya yoqanı elədiyimin birinci həftəsində mən o qədər həyəcanlı idim ki, mən o boyda moda kursundan təcrübə proqramı qazanmışam. Mən əminəm ki, bunu istəyirəm. Çünki qazanaram, eləyərəm, amma sonda o üzrə getməsəm kiminsə haqqına girmiş olaram. Və mən istəyirdim ki, əmin olum ki, mən o kursu yəni qazandığımı qəbul edeyimmi, yoxsa deyim ki, başqa bir adama ötürün. Çünki qorxuram birdən kiməsə də verərəm, nə vaxtsa özüm peşman olaram. Bildiniz? Yəni ürəyimdə də vizaj sahəsi var. Ailəm nə modaya getdiyimi bilmir, nə makyaja getdiyimi bilmir. Bunu ancaq 2 nəfər dostum bilirdi o zamanlar. 2-3 nəfər belə.
Və onlar da deyirdilər ki, yəni qərar sənin öz qərarındadır, tələsmə, çünki heç kim bu məsuliyyəti götürə bilmir. İnsan öz içindəkini özündən yaxşı heç kim bilə bilməz. Düzdür. Onlar mənə yaxşı və müsbət tərəflərini deyirlər. Bu sahəyə getsən belə irəliləyə bilərsən, bura getsən belə. Və mən bir müddət bunlarla məşğul oldum, meditasiya falan. O insan bəlkə də bilmirəm, özümlə tək qaldım. O özümü daha dərindən belə deyim də ruhsal olaraq tanımağa çalışanda artıq mən əmin oldum ki, özünüzü həm qıraqdan, həm içdən tanıdınız və qərar verdiniz ki, olur belə olur ki, elə orada mən artıq qərar verdim ki, bəli, mən salon sahəsi üzrə gedəcəm və digər təcrübə proqramına da geri çevirməyimə, yəni heç onun arxasıca getməməyimə qram da peşman olmadım. Peşman deyilsiniz. Nəyə görə deyirəm? Çünki siz artıq bu addımlarınızı atmışsınız. Xonça ilə, modelyerlə, bunların bilirdiniz. Amma vizajistı tam olaraq bilmirdiniz. Yəni çətin olmadı sizə? Yox, vizajist əslində mən o vaxt iki dostuma da deyirdim ki, harada falansa mən ora gedəcəm. Ki bəs hətta mənim koçum var idi, karyera üzrə. O mənə deyirdi ki, Murad, sən zaten də hara getsən, ora qayıdarsan, prosta bu trampolinləri keçməlisən. Və mən biraz gələcəyi də düşünürdüm ki, məsəl üçün xonça elədi ki, mən bilirdim ki, bir müddətdən sonra bilirsiniz, xonça sahəsində bu dəqiqə çox yaxşı işlər görənlər də var, amma bu dəqiqə mənim üçün adiləşir. Amma makyaj sahəsi elədir ki, bu bütün dünyada trendlər olur. Yəni hətta başqa bir ölkəyə getsən belə, orada ona məşğul ola bilirsən. Amma xonça demək olar ki, sırf bizim ölkəyə aid olan bir şeydir. Sabah adətlər dəyişdi. Xonçalar da yığışdırıldı. Dekorasiya, xonçalar. Dekorasiya düzdür ola bilər, o heç. Amma makyaj o nəsə məni həmişə çəkib. Ona görə də yaxşı da alınır sizdə əgər çəkirsə. Çünki sevə-sevə işinizi görürsüz, yəni ona görə sizdə gözəl alınır. Çox önəmlidir. Və sizi yeni ideya aparan nədir? Yeni ideyalar aparan trendlərdir. Əslində hal-hazırda hər ay demək olar yeni trendlər çıxır. Onları izləyirəm. Və bəzən də ideyalar sadəcə olaraq qəfil gəlir. Hansısa müştəri ilə söhbət edəndə düşünürəm, bu haqda nəsə bir şey çəkə bilərəm. Və yaxud da nəsə bir kinoya, seriala baxıram, orada heç bəlkə əlaqəsiz bir şeydir, nəsə görürəm orada. Məsəl üçün makyaj eləyəndə nəsə bir maraqlı bir moment yaranır. Adi bir sujetdə orada nəsə ağlıma gəlir. Adi yol gedəndə belə kimsə xanım görürəm ki, nəsə bir maraqlı bir makyaj eləyib, amma alınmayıb tutaq ki. Deyirəm, hə, bunu belə eləyə bilərəm, burası belə, burası belə. Və sizin öz mövcud obrazınız var, hansı ki müştərilər üçün xüsusi bir obraz yaratmısınız. Müştəri gələn kimi deyir ki, Murad bəy, sizin obrazınızı istəyirəm. Belə deyim, müştərilər fərqli olduğu kimi seçimlər də fərqlidir. Mən əslində bir neçə obraz səhifədə nümunə olaraq yaradıram, fərqli hər dəfə. Amma dəstə xəttimi ən azından tuturlar ki, məsələn, mənim makyajlarda obrazlar fərqli olsa da, makyajları yan-yana diqqətlə baxan olanda görür ki, məsələn, mənim olmazsa olmazım nədir tutaq ki, məsəl üçün deyirəm, ənlikdir, və yaxud da highlighterdır tutaq ki, və müştəri gələndə zaten deyir ki, tutaq ki, siz bir dənə ənlik çəkirsiniz, belə, o xoşuma gəlir, və yaxud da filan videoda, filan xanımı bəzəyəndə orada bu tip liner çəkmişdiniz, onu istəyirəm. Yəni belə dəyişir. Elə də olur ki, 3 dənə ərişimi göstərirlər. Deyirlər, göz belə olsun, dodaq belə olsun, üz belə olsun, saç belə olsun. Yəni o da olur. Ona görə də tam konkret olaraq hamı bir obraz üzərində gedəcəkliyi bir şey yoxdur. Müxtəlif seçimlər eləyirəm və kim də hansına uyğundursa o üzrə seçim eləyir. Bəs ilk toxunuş, ilk etdiyiniz makyaj kim olub? Yəni o həyəcanlı olmusunuz? Çox qəşəng. Mən o makyajı ki eləmək istəyirəm, dediyim kimi ətrafımda heç kim bilmir, adam tapa bilmirəm ki, kimsə makyaj eləyir, kimə deyə bilərəm. Və o zamanlar mən uçenik olduğum vaxtlar təhsilə çox önəm verirəm biri olduğum üçün mən dedim ki, mən bu sahəyə gedirəmsə, mən bunun diplomlu və savadlı mütəxəssis olmalıyam. Azərbaycanda bu sahə üzrə heç bir universitet, təhsil ocağı yoxdur belə deyim. Çox araşdırdım, gördüm ki, ancaq peşə liseyində diplom verilir. Bir-iki nəfərə deyəndə mən Allaha qoyurlar ki, neçə yaşın var, universitet qurtarmısan, gedib peşə liseyi oxuyasın. Mən düşündüm ki, bu sahənin ən azından bir dövlət diplomu, savadlı yönünü, terminlərini, bir tarixini, bir əsas bazasını hardasa öyrənmək lazımdır. Diplomlu, savadlı bir mütəxəssis. Sənəd olaraq, amma peşə olaraq siz artıq qabiliyyətli bir peşəkərsiniz. Və ona görə də mən peşə liseyini oxumağa başladım. Orada praktika günləri olurdu. Orada başladım qrup yoldaşlarımın üzərində. Məsələn, bir-birlərinə onun saçında priçoska eləyirdi bu belə ilə. Hər dəfə bir qrup yoldaşım üzərində makyaj eləyir.
Hə, başladım. Onda da 100 manatlıq kosmetikam var idi. Ne 6-7 güzel. dənə belə ən ucuz olanlardan almışdım ki, praktika eləyəcəm. Onlar da elə qoruyurdum ki. Hə, elə praktika ilə axır ki. Bəs siz uçinik söylədiniz, olmusunuz. Uçinik olduğunuz zaman elə olub ki, sizin müəlliminiz deyib ki, bəs bu gün sən oturacaqsan bu masada, bu xanımı bəzəyəcəksən. Yox, əslində uçinik olan vaxtda belə bir şey olmayıb, amma hansı ki mən artıq usta olmaq istəyirdim, yəni işə başlamaq istəyirdim. Onda bir zaman bir müştəri gəldi, ustalar heç kim yox idi və mənə dedilər ki, onsuz sən hazırsan, bu 2 nəfəri sən makiyaj eləməlisən, önəmli bir tədbirə gedirlər, yəni mağazaların açılışıdır. İlk şeyim onda olub. İlk həyəcan. İlk həyəcanım olub. İndi o yadıma düşəndə, yəni çox qəribədir. Bəyənmişdilər. Əslində məndən çox saat istəmişdilər. İnsan yeni başlayanda özünü təsdiq eləmə şeyində olur, çabasında olur ki, çox sadə daxı. Bunlar görmədilər ki, mən ustayam. Mən də get-gedəsə, yəni sadə açılış edən bir müdürü biraz gəlim obrazını oxşatmışdım. Makiyaj olaraq da, yəni çox şeyləmişdim. Amma həqiqətən də səliqəli olmuşdu, özü də bəyənmişdi. Amma ilk həyəcanım elə o ilə olub. O həyəcandan demişkən, insanlarla işləməkdə ən çox nəyi kəşf edirsiniz? İnsanlarla işlədikcə bürcləri öyrənirəm. Yəni Amma mən bilən siz bürclərə inanmırdınız. Əvvəl inanmırdım, yox. Artıq işdə bürcləri öyrənirəm. Xarakter olaraq artıq. Xarakter olaraq bəli, bilirəm ki, artıq müştərinin danışıq tərzindən, məsələn, istəyini bildirməsindən nə hansı qədər bürclə qərarlı çətindir gəlirsiniz. işləmək? Asanlar məni deməyə. Hər biri çox asandır. Asandır. Hər bürcün öz dilini tapmağa çalışıram. Elə bürc var ki, bilirəm ki, məsələn, şir bürcü, mən özüm də şir bürcüyəm. Bilirəm ki, tərifi çox sevirlər. Hətta ki, ilkləri sevirsiniz. Hə, ona görə hələ özünə təbii ki, o demək deyil ki, ümumiyyətlə bürclər, yəni şey deyil ki, onunla qərar verəsən. Amma biz işdə o qədər görmüşəm ki, məsələn, aha sən nə bürcüsən, bu da belə, bu da belə, bu da belə. Qeyd etdiyim kimi xarakteri bildirir. Hə, yəni az çox bir məlumat verir sənə. Bəs sizin imzanızı göstərən ən əsas detal nədir? Mənim imzamı göstərən ən əsas detal, mən düşünürəm ki, bilirsiniz, çox maraqlıdır ki, mən müğənnilərlə işləyirəm. Bəli, tanımışam. O müğənnilərlə başqa vizajistlər də işləyirlər. Amma müştərilərim deyirlər ki, baxan kimi bilir ki, o sizin makiyajdır. Mən soruşuram ki, məsələn, hardan bilir və yaxud da sizin yığdığınız saçdır. Deyirəm ki, məsələn, hardan bildinizsə, bunu mən eləmişəm. Və ona görə deyirdim ki, sizin obrazınızı, deməli sizin obrazınızı tanıyırlar. Bəli, onlar məsələn bilirlər ki, deyir, məsələn, biz tutaq ki, bu xanıma baxmışıq, onda həmişə tutaq ki, daha tünd üz tonlama eləyirdilər, daha quru, məsəl üçün. Amma siz daha belə parlaq, fresh, məsəl üçün, daha biraz üzündə rəngli, canlı olur və yaxud da göz hissəsində çox abartmamısınız. Məsələn, kirpiyimdən bilirlər ki, müştərilər işləndə mən necə kirpik sevirəm, qoymağı da ki, məsləhət görürəm. Məsələn, hətta ondan belə tutan olur ki, və yaxud da gözün içərisində işləyəndə, məsələn, mən müştərilərə deyirəm ki, bu texnikanı sevirəm. Məsələn, deyirlər ki, baxan kimi bildik ki, o makiyajı siz eləmisiniz. Saçda da ki, ən çox fikir verdiyim səliqədir, maksimum. Təbii ki, bu dağınıq saç düzümlərində burada istisnadır, zaten o dağınıqdır. Amma digər saç düzümlərində o səliqə mənim üçün çox önəmlidir. Biz ilk yaxınlaşan müştəriyə nəyə diqqəti ən çox? Məsəl üçün, bugün gedəcəyiniz xanım hansısa bir gəlindirsə və yaxud da hansısa tədbirə gedirsə, bu obrazı necə seçirsiniz siz? Məsəl üçün, ziyafətə gedirsə, mütləq paltarına baxırıq və hansı ziyafətə getdiyini danışırıq. Nə bilim, belə bir şey vardı, yəni elə adam var ki, tutaq ki, müdürünün, nə bilim, qardaşının toyuna gedir, sadəcə olaraq dəvət olunduğu üçün gedir. Təbii ki, o Şuşalı getsə, biraz ona qəribə gəlir ki, axı o qədər yaxın deyil. Bilirsiniz, onu da nəzərə alırıq. Siz hara gedirsiniz, məsələn, sadəsiz, paltarı nəzərə alırıq. Paltar boğazlıdırsa, məsləhət verir ki, bu tip saç eləyək. Amma orada üz quruluşu da önəmlidir. Əgər o üz quruluşuna icazə verməlidir. O üz quruluşları bəli, danışırıq ki, məsələn, elə adam var ki, gözü çox ətlidir, amma çotk liner istəyir. Məsələn, izah edirik ki, biz orada çotk liner çəksək, tam dəqiqliyi ilə orada xətlər qırılır, ət hissəsi kəsilir. Məsələn, məsləhət verir ki, oranı biraz smoky rasşovka eləyək, kölgələndirək. Ona uyğun artıq danışa-danışa etap-etap qərar verir. Amma çox vaxt olur ki, yəni müştərilər şükür Allah ki, məni bu mövzuda çox yormurlar. Yəni
danışırıq. Öz zövqünə Bəli, buraxırlar. bəli. Ortaq bir qərar mən rahatlıqla o şey tapa bilirəm ki, bilirəm nə istəyir. Çünki o zamanla görürsən ki, elə müştəri var. Çox qəribə bir şeydir. Deyirlər sadə istəyirəm. Mən artıq o iki cümləsindən bilirəm ki, yazılanda deyilir ki, biz çox sadə, çox soft istəyirik. Amma o oturur makyaja. İnanırsınız ki, o dediyi sadə ilə istədiyi, yəni olmaq istədiyi obraz arasında dağla dərə qədər fərq var. Yəni insanlar var ki, bizim wow nə qədər abartılı dediyimiz şey sadə deyirlər. Orada biraz şey olur. Məsələn, sadə istəyirsən, sadə gedirsən, deyir, yox, bu qədər uzaq. Zərlə, belə artıq tuturam ki, bu sadə. Amma siz demişkən, libasa uyğun və tədbirə uyğun olaraq mütləq olmalıdır. Gəlinlərdə də elə bir şeydir ki, hər bir xanımın kiçik yaşlarının öz arzuladığı obraz olur. Bilirsiniz, yəni elə yaşda bir, mən də məsələn gəlin olub ki, gecə ailə qurub, amma o elə bir obraz seçib ki, məsələn mən şoka düşmüşəm ki, məsələn o yaşda xanım əslində deyir ki, yox, mən belə bir şey istəmirəm. Olub da indi məsələn çox sadə, belə, amma onun o 20 yaşında nə arzulamışdısa, və deyib ki, mən nə vaxt evlənsəm bu obrazı eləyəcəm. Moda dəyişsə də zövq əslində onu inanın ki, amma əslində onu modaya da uyğunlaşdırıb, bildiniz? Yəni çox qəşəng bir şey seçmişdi obraz. Təbii ki, onu deyəndə müştəri də istəyir eləməli, amma o gənc 18-20 yaş arasında olan xanımlar necə ki, trendi izləyib seçirlər. O da elə bir ki, o dövrdən öz beynində bir obraz canlandırmışdı. Bilmirəm, sırf bu obrazı istəyirəm. Təbii ki, biz onu biraz da müasirləşdirdik. Yəni elə olur ki, gəlinlərdə çox vaxt öz xəyalları olur, gəlinliklərini ona görə seçirlər, eləyirlər. Amma mənə elə gəlir ki, gəlinliklər daha sadə olmalıdırlar. Yəni abartılmış, daha yaşlı göstərir. Əslində mənə elə gəlir ki, hərəsinin öz yeri var. Həqiqətən də bəzən abartılı gəlinliklər çox qəşəng görünür. Amma o da insan da xanımlar da necə boyları çox balaca olur, amma çox böyük gəlinlik seçirlər. Nə maşına sığmırlar, nə gəzə bilmirlər. Öz günlərdə belə nətər deyim, onlara yorucu olur. O anda çətin olmur sizə? Yox, biz sadəcə işimizi görürük, gəlinliyi əyninə. Gün ərzində neçə gəlin bəzəyə bilərsiniz? Yaxşı sualdır. Məsələn, dünən mənə 2 gün əvvəl mənə bir xanım yaxınlaşmışdı, nişanı ilə bağlı. Biz onu danışdıq və mənə dedi ki, mən sizə çoxdan istəyirəm. Bir qohumum gəlib sizin yanınıza. Siz də xoşladığım şey odur ki, hər adıma xüsusi bir saat ayırırsınız. Məsələn, mən xoşlamıram ki, 3-4 dənə gəlini eyni anda yola salın. Bunu eləyən ustalar var, çox yaxşı da bacarırlar. Yəni amma məsələn bu məndə yoxdur ki, mən istəyirəm ki, hər kəsə xüsusi bir saat ayırım. O gözəldir. Və çox vaxt da gəlinlər çıxırlar 12-də, bəzi 1-də çıxırlar. Bunu nəzərə alanda məsələn mən yalan heç vaxt deyə bilmirəm ki, mən günə 20 gəlin işləyə bilərəm. Mən hər kəsə özəl saat ayırdığım üçün, həm saç həm də makyaj elədiyim üçün mən 3 və yaxud da maksimum 4 gəlin işləyərəm günə. Yəni bilərəm ki, öz saatında gəldi, öz saatında getdi, rahat, stressə düşmədən. Əgər o da onların çıxış saatına olduğunu, elə vaxt ola bilər ki, gündə 2 gəlin götürüm, çünki çıxış saatları yaxın olsun, arada period olmasın. Yoxsa ki, mən 3 adam, 3-ü də 12-də çıxmaq istəyir, 3-ünü də səhər 6-dan yığım yan-yana. Həqiqətən də bunu yaxşı bacaranlar var. Mən onlara heç bir sözüm yoxdur, amma mənə biraz bu uyğun bir şey deyil. Əlbəttə, sizə necə rahatdır. Məsələn, mən istəyirəm ki, insanın özəl günüdür, sırf oyunla məşğul olum, tet-a-tet, danışa-danışa hər bir detalı ki, o da özünü rahat hiss eləsin. Elə o dediyim xanım da yazılırdı. Dedi ki, mən başa düşürəm ki, bunu çox sevinirəm ki, müştərilər bunun fərqindədirlər. Yəni görürlər ki, həqiqətən də mən hər kəsə bir saat ayıraraq. Mən əslində əvvəl düşünürdüm ki, heç bunu kimə nə dəxlidir? Elə adam var ki, deyir mən iminlə bu saatda çıxmalıyam. Amma bunu görən müştərilər də var. Mən çalışıram ki, özəl bir saat ayırım. Məsələn, 11-də çıxmalıdırsa, tutaq ki, məsəl üçün deyirəm 8-dən 11-ə bunu ayırıramsa, digər gəlini artıq ona uyğun ayırıram. Və yaxud da olur 2 gəlin eyni anda çıxmaq istəyirlərsə, artıq birini razılaşırıq, daha tezə çəkirik. Bildiniz? Yəni uyğunlaşdırırsınız. Bir-birinə uyğunlaşdırır, amma o yan-yana oturub işləmək biraz ona görə mən çox say deyə bilmərəm. Bir də mən tək vizaj eləmədiyim üçün ona görə saç da eləyirəm axı. Hərəsi öz vaxt alır. İndi sizə ən çox vizajist kimi tanınırlar, yoxsa saç ustası kimi? Bir də tanıyan var, bir də tanıyan var. Məsələn, bizim salonda olur vizajistlər, onlar müştərilərinə saç düzümü üçün məni önərirlər. Məsələn, müştərilər də seçirlər, artıq daimi gələn müştəridir. Təbii ki, elə sıra ki, heç bilmir ki, məsələn, mən makyaj da eləyirəm. Olur belə də.
Hətta mənim müğənnilərdən də görəndə elə bilirlər ki, mən onların saçını eləməyə getmişəm. Bildiniz? Bəzən aşağını oxumurlar, orada hair make-up falan qeyd olunur axı, oxumurlar. Məni videoda görürlər, düşünürlər ki, mən sadəcə olaraq saç eləməyə getmişəm. Çünki kosmetika vasitələri mən ya otaqda olur, ya şkafda olur, onlar onu görmürlər də. Mən də zalda eləyirəm saçı. Amma belə danışıq əsnasında məsələn bir şey olur, hə, onu da bilirlər. Məsələn o təbii ki, makyaj elədiyimi bilməyən adam ikinci, üçüncü dəfə gələndə bilir, deyir, "A, siz makyaj da eləyirsiniz." Hə, belə olur ki, təbii ki, o kütlə məni saç perçoska ustası olaraq bilə bilər. Aynen güzel. Bu arada sizin yeni imiciniz çok güzeldi, Çox sağ mükemmeldi. olun. Bu bir qərar idi, yoxsa ki işinizlə bağlıdır? Yox, bu əslində mənim qərarım olmuyor. Bu sadəcə olaraq mənim müdirimə təklif olmuşdu. Dedi ki, gəl bir stil yaradaq, bir fərqli olsun. Çok güzel, kreatif bir bəli. ideyadır. Sağ olsun, iş yoldaşım da bizi dəstəklədi. Saçımı Sevinç xanım rəhlədi. Anar bəyin təklifi ilə danışdıq. Həqiqətən də yaxşı oldu. Salamlayırıq Anar bəy, Bəli, Sevinç mən də xanımı, salamlayıram. ateşli salamlar, uğurlar arzu edirik. Bəli. Və elə oldu. Biraz dəyişiklik olsun deyə elədik. Amma razıyam yəni. Əvvəl qorxurdum. Çok güzel Ki, oldu. yaraşmaz, yaxşı olmaz, amma şükür yaxşı oldu. Artıq 3-cü dəfə deyirəm. Və bu sizi ümumiyyətlə hər gün irəliyə aparan motivasiya nədir? Beynimdə o qurduğum bir Murad Sultan fiquru var ki, onu beynimdə qurmuşam. Mən nə olmaq istəyirəm, necə olmaq istəyirəm, harda olmaq istəyirəm. Təbii ki, o mənə motivasiya verir. İş az da olsa, iş olmasa belə, yəni şükür Allaha ki, məndə o şey yoxdur ki, ay Allah, iş çox azdır, belə-belə. Bəlkə mən başqa sahəyə keçim. O məndə heç vaxt olmuyor. 5 ildə o qədər enişlər olur ki, yəni heç kimə bildirmədən çalışırsan, həll eləyəsən, dik balasan. Amma hər kəsin çünki özünə görə bir problemlər olur da, təbii ki, mənə görə olan başqasına adi bir şey gələ bilər. Amma mən heç vaxt o şeyi dala çəkilmək istəmirəm, çünki arzumdan əminəm və o beynimdəki fiquru da canlandıraraq özümə motivasiya verir ki, bəli, mən o olmalıyam. Məqsədim budur. Bugünkü Murad Sultan, 5 il keçmişdəki Murad Sultana nə deyərdi? Qəşəng. Bugünkü Murad Sultan 5 il keçmişdəki Murad Sultana təşəkkür eləyər. Öz arzularına, öz ürəyinin səsinə qulaq asdığı üçün və arzularına doğru istiqamətdə, dürüstcə, düzgün yol seçərək, Doğrudur. əyrilərə həyatından əliyə-əliyə gedərək o istiqamətdə getdiyi üçün təşəkkür eləyirəm. Ümumiyyətlə bu işdə çalışdığınız zaman elə an olub ki, siz vizaj, makyaj etdiyiniz zaman bəyənməyəsiniz, amma qarşı tərəf deyir ki, çox mükəmməldir. Olub, bəli. Yəni olub. Məsələn, müştərinin istəyinə görə eləmişik. Heç mənim tərzim deyil. Amma müştəri deyir ki, mən sırf bunu istəyirəm. Eləmişəm. Özündən soruşdum, necədir, hər şey əla, mükəmməl. Hətta dəflərlə də gələn vaxt olur. Amma mən bəyənməmişəm. Zarafatca demişəm ki, sizdən soruşsalar ki, bu makyajı kim seçib? Mənim adımı verməyin. Eləyib deyə bilərsiniz, amma kim seçib desələr mənim adımı verməyin. Amma görürsüz müştərinin çox xoşuna gəlir. Hə, müştərinin xoşuna gəlir. Yaxud da özüm məsələn olub ki, bir dəfə model çəkiliş elədim, makyajı bəyənmədim. Məndə biraz o mükəmməlliyətçi şeyi var deyə hardasa bir dənə xırda bir şey görürəm. O videonu hamıya göstərirəm ki, siz burada nəsə görürsüz, heç kim görmür. Çox xırda bir şeydir də. Amma o mənim gözümə takıldısa, artıq o bəyənmirəm. Səhv kimi gedir. Amma əslində görürsüz çox gözəl alınır. Bunu siz bu işin içində olduğunuz üçün diqqətli görürsüz deyənə qıraqdan bu çox da görsənmir. Ümumiyyətlə mən onu demək istəyərdim ki, əslində bəy vizajistləri və saç ustaları çox gözəl anlaya bilirlər sanki xanımı. Nəinki indiki xanım vizajist və saç ustalarıdır. Bu daha kreativliyinizdən elə bil gəlir. Siz çox kreativ bir saç düzümləri edirsiniz, makyajlar edirsiniz. Əslində xanımlar arasında təbii ki də çoxdur. Kolleqalarım arasında hər birini sevərək izləyirəm. Var, belə şeydir. azdır. Amma düzünü yalan deyim, mən bunu sadəcə müştərilərdən eşitmişəm. Həmişə mənə qəribə gəlirdi. İşləyəndə məsələn deyiblər ki, qadın yanaşması ilə kişi yanaşması fərqlidir. Yəni mən bu haqqda heç bir doğrudur, yalandır deyə bilmirəm. Çünki həqiqətən də dediyim kimi kolleqalarım arasında, iş yoldaşlarım arasında da qadın, kişi vizajistlər, saç ustaları olub. Hər birində özünə görə əl işi, müştəri bazası yeri var. Söz. Amma müştərilər bunu deyirlər. Yəni hər bir neçə ustaları gedən müştərilər çox vaxt deyirlər ki, yəni belədir ki, kişi ustalar, saç ustası olsun, hətta kişi dırnaq ustalarını belə deyirlər, bilirsiniz də. Var. Yəni onlar daha dəqiq yanaşırlar, daha çox hiss eləyə bilirlər.
Bəzən belə gəlir ki, xanıma bəzi vaxt misal üçün ya hansısa bir yaxşı görsənməsin deyənə bu Bu bir dəfə başıma gəlib. görürsüz, Bir dəfə olur, başıma olur gəlib, həmişə. Ümumiyyətlə özünüzü ən çox nə zaman güclü hiss edirsiniz? Özümü özümü bütün o problem gördüyüm nə ki var, işimlə bağlı olmayacaq deyib, amma yenə dirəşdiyim, yenə mübarizə apardığım hər bir anda güclü görürəm. Çünki ətrafda dostlarım, bu sahə üzrə gedən dostlarım çoxdur. Amma biraz təvazökarlıqdan uzaq da çıxsa, o incə bir fərq ki var, o kim bu sahəni həqiqətən sevərək eləyir, Doğrudur. kim ki bu sahəni sadəcə olaraq hansısa kimsə məsləhəti ilə eləyir, kimsə prosto vaxt keçirsin deyə eləyir. O fərqi görəndə o mənə çox güc verir. Evet. Və inanın ki, mən 10 nəfər insanlarla oturum, salon sferasında. Ola bilər dırnaqdır, saçdır, makyajdır, lazerdir, nə bilim, başqa bir şey olsun, qaynaqdır. Hamı danışır, amma o işdə olan problemlərə baxış bucağından kimin bu işi necə gördüyünü, nə hissiyatla gördüyünü anlayıram və anlayıram ki, həqiqətən də məndə olan o sevgi hər adamda, yəni çox adamda yoxdur. Doğrudur. Məsələn, 10 nəfərdən bəlkə 5-i sevirək görür, 5-i sadəcə olaraq sevdiyini düşünərək görür. Doğrudur. Fərqlidir. O şeyi bunlar görən hamısı. mənə güc verir ki, Əslində işinizi sevə-sevə gördüyünüz zaman nəticə də çox gözəl Bəli. alınır. Ümumiyyətlə bu sahəyə gəlməyində ən çox kim rol oynadı? Yəni kimə təşəkkür etmək istərdiniz? özümə. Söz əlbəttə ki, siz bu Özümə qədər təşəkkür əziyyətlər edirəm, amma çəkmisiniz. 2 nəfər dostum var ki, mənim üçün çox dəyərli, illərimin dostu olan insanlar olub. Mən ilk İndi də onlara yanınızdadırlar. demişəm. Təbii ki, indi də yanımdadılar. Salamlarımızı Bəli, mən çatdırın. onlara təşəkkürümü bildirirəm, adlarını çəkmirəm. O Çox 2 gözəl. nəfər insan ki, mən ilk onlara demişəm, hansı sahəyə getsəm, xonçiya da, makyaja da, dərziyə də, ondan sonra başqa digər dostlarımı da bilib, amma o 2 nəfər insan ilk bilənlərdən, ilk eşidənlərdən, hətta mənlə bir yerdə yol axtarmağa Nə çalışanlardan gözəl. olublar deyə. Təbii ki, onlar da mənim yanımda olublar. Amma valideynləriniz ümumiyyətlə əvvəlcədən bilməyiblər və Onlar bir il sonra istəməyiblər. biliblər. Bir ildən sonra. Amma indi necə baxırlar buna? İndi çox yaxşı baxırlar. Hətta deyirlər ki, kaş ki o vaxt sən deyəndə biz qoyardıq. Mən əvvəl onları qınayırdım ki, onlar məni başa düşmürlər. Amma indi qınamıram. Mən də bir valideyn olsam, təbii ki, hər kəs istəyir ki, əziyyət çəkib oxuyubsa, onun üzrə getsin. Bu dəqiqə texnologiya çox yaxşı inkişaf eləyir. Elədir ki, daha perspektivlidir iş tapmaq. Hamı o sahəyə qaçır. Təbii ki, mən də övladım o sahə üzrə gedib birdən-birə desə ki, yox, mən bunu istəmirəm. 180 dərəcədə əks bir sahə istəyirəm. İnsan Baxın. istər-istəməz ani olaraq o dəqiqə qəbul edə bilmir. Amma siz bu çətinliklərlə gəlmisiniz. Sizin övladınıza icazə Yox, verməzsiniz. məsəl üçün mən o durumda olsaydım O deyirəm, durumda. valideynlərimin yerinə özümü qoyub deyirəm. Təbii ki, özümün yerində olanda o başqa məsələ. bəli. Mən valideynlərimin yerinə qoyanda əvvəl onları qınayırdım, məni başa düşmürlər falan, amma özümü onların yerinə qoyanda təbii ki, əziyyətlə bir uşağı istiqamətləndir, oxumasına dəstək ol. Çünki bilirsiniz necədir? Yəni mən bu mənim üçün əslində fəxrdir ki, mənim ailəm elə bir imkanlı ailə olmayıb da ki, yəni məni istədiyim bütün kurslara göndərsinlər. Onlar əgər nələrindənsə kəsə-kəsə mənim təhsilimi yatırırlar, mənim Əziyyətlərlə. gələcəyimə yatırırlar ki, mən təhsilli, savadlı, perspektivli sahədə olan bir insan olum. Təbii ki, birdən-birə onların qarşısına çıx, nə ki, 180 dərəcə əks bir sahəni istəyirəm. Əlbəttə ki, ilk başda onlar buna Doğrudur, əks razıyam gələcəklər. sizlə. Mən indi onları yaxşı başa düşürəm, amma əsas odur ki, mən özümü təsdiqləmişəm. Ona görə də onlar da görürlər ki, mən bu sahədə nə qədər özümü xoşbəxt hiss eləyirəm. Əsas odur ki, Bəli, təsdiqlənmisiniz. onlar mənim xoşbəxtliyimi görəndə artıq deyirlər ki, yaxşı ki, elə getmisən. Onlar üçün əsas olan mən bilirəm ki, mənim qazancımdan da birinci mənim xoşbəxt olmağımdır. Xoşbəxtlik. Çünki mən oxuyandakı o bədbəxt üzümü, o depressiv üzümü görürlər ki, mən bu sahəni heç cür istəmirəm. Doğrudur. Salamlayırıq sizin Bəli. valideyninizi. Təşəkkür etmək istəyirik bu cür gözəl, savadlı və tərbiyəli övladınız Çox üçün. sağ ol. Gələcək bir cümlə. Özünüzü necə ifadə edərdiniz? Gələcəkdəki məni, Gələcəkdəki Murad Sultanı necə görürsüz? gələcəkdəki Murad Sultan mənim üçün o dediyim bir pillə var ki, ora qədər gəlmiş, amma nə olur olmasın, olmasına asılı olmayaraq işini düzgün, vicdanlı, dürüst yerinə yetirən, dəqiq yerinə yetirən bir şəxsiyyət olaraq görürəm ki, bəli, gələcəkdə belə olmalıdır. Çünki insan kim olmasına, hansı pilləyə asılı getməsinə asılı olmayaraq
işini mütləq ki, dürüstcə eləməlidir. İnsanların güvənini qırmamalıdır. Arzuladığınız pillədəsiz. Şükür Allaha, o pilləyə doğru gedirəm. Bugünkünə şükür edirəm, amma tam o beynimdəki pillə təbii ki, hələ var. Var. Bəli. O zaman yeni başlayan gənc bəylərmi, xanımlarmı, nə demək istəyirdiniz? Baxın, bir vizajist olaraq ilk addımlarında nə etməlidirlər? Bu sualı mənə çox yazırlar, yeni başlayanlar da. İnanırsınız, gündə bəlkə 2-3 nəfər yazır. Vaxt edirəm hansısa birinə cavab yazıram. Onlara bir dənə əks sual verəndə onların reaksiyasından mən bilirəm ki, istəyirlər yoxsa yox. Əks sual nədir? Məsələn, deyir ki, mən gedirəm, hazırlaşıram belə. Deyirəm ki, tutaq ki, başlayırsan, bilirsən də 2-1 il qazanmağın az ola bilər, 2 il, bəlkə 3 il göz alırsan. Deyir ki, görürəm ki, başqa şeylər çıxır. Nətər yəni, aya bu qədər qazana bilməyəcəm, belə. Anlayıram ki, bu sevgi deyil. Kim də ətrafında görür, uğurlu olanlardan, məsələn, deyir ki, mən də belə olum, mən də belə olum. Yəni filan yerdə işdəki. Sanki belə olmaqla elə bilirlər ki, birdən-birə belə olmusunuz. Amma əslində belə olmur. Gərək insan əziyyət çəksin. Ümumiyyətlə sevdiyi bir peşəni seçmək üçün bu da bir çətindir. Öz bu çətinliklərlə də mübarizə etməlisən. Düzdür. Yəni mütləq olaraq qazanc ikinci pillədə olmalıdır. Doğrudur. İnsan hansı sahədə asılı olmasından, yəni olmağından asılı olmayaraq harda olursa olsun, sevdiyi işi görürsə, qazanc özü də gələcək. Mən düşünürəm ki. Razıyam. Çünki sevgi ilə görülən hər iş öz bəhrəsini verir. Doğrudur. Amma yola verdi, nəyisə xəttinə görülən bir işlər təbii ki, orada şey var. Hətta maaşla işləsən belə maaşın belə artmayacaq. Çünki sən o performansı sevgi ilə göstərmədiyin üçün o sənin maaşını artmağına belə bir şey olmur da, yəni bir zəm yaranmır. Ona görə də mütləq ürəkdən əmin olmalıdırlar bu sahəyə getmək istəyirlərmi? İlk başlayanda 3 il, 2 il, 5 il bəlkə də qazanmaq çox çətin olur. Qazandığı işə yatırmazsa, mən hələ bu günə qədər də yəni mənə sual verirlər ki, ev almısan, maşın almısan? Mən deyirəm ki, yox, hələ ona çox var. Çünki mən hər qazandığımı reklama, işə, çəkilişə və yaxud da kosmetikalara, bu belədir, yəni bir müddət belə getməliyik. Mən özüm də deyirəm, hələ o yerdə deyiləm. Çünki mən də hələ qazandığımı işə yatırıram, amma o yol istiqamətində addımlayıram. Yəni ona görə də onu gözə almalıdırlar. İş olan vaxt olur, olmayan vaxt olur. Olanda belə yenidən iş üçün nələrsə eləməlidirlər. Ondan əmindirlərsə təbii ki, arxasıca gedə bilərlər. Çox gözəl. Siz də dayanmayın. Arzunuzun arxasınca gedin. Sizə çox bu yaraşır. Kreativliyinizlə, yenə də qeyd etdiyim kimi, səmimiliklə hər şey çox gözəl gedir. Uğurlar arzu edirik sizə. Çox sağ olun ki, dəvətimi qəbul edib gəldiniz. Hər bir işlərinizdə, başlayan işlərinizdə, belə tükənmiş işlərinizdə, hər bir işdə uğurlar arzu edirəm. Çox sağ olun. Mən də sizin layihənizdə uğurlar arzu edirəm. İnşallah daha böyük uğurlara nail olasınız. Gözəl kütlələr yığasınız, izlənmələr yığasınız. Təşəkkür edirəm. Bugünlük bu qədər. Gələn görüşənədək görüşərik. Sağ olun.